Əzizlərim, əmin olun ki, Hövsanda siz belə ev görməmisiniz. Bu möhtəşəm evimizi yenə də sizə çəkib göstərmək istəyirəm əziz müştərilərimiz. Niyə? Çünki qiymətində endirim olunub. Təqdim elə bir də həyətini biz də danışaq yavaş-yavaş. Qazı, suyu, işığı, bütün sayğacları quraşdırılıb, tam hazırdır. Qoşa daşdan inşa olunub. Ümumi balkon qarışıq filan 105 kvadratdır. Jalüz qapısını da görsünlər. Məhəllədə ətraf demək olar hər yan yaşayışdır. Olmayan yerlərdə də tikintilər davam edir. Yanına və arxasına keçid var. Kombi aparatımız evin arxasında quraşdırılıb. Daxil oluruq evimizə. Evimiz istipoldur. Onu da qeyd edeyim. Bax, bura balkonumuzu göstərək. Mətbəxdən birbaşa rahat balkona çıxış da var. Hər tərəfli gözəl evdir. Bir dənə koridorun ilk öncə sizə enini göstərmək istəyirəm. Geniş ev istəyənlər əlbəttə ki, bu evdən düşlədmişkən vaz getməz. Qardirob üçün sağ-sol göstərək, zəhmət olması yerləri görsünlər. Ayaqqabı qardirobu, paltar qardirobu, hər bir şey üçün yerimiz var və mətbəxi sizə təqdim eləmək istəyirəm ki, geniş ölçüdə mətbəximiz var. Birbaşa mətbəxdən dediyim kimi rahat çıxışımız balkona var. Bax, belə gördüyünüz kimi rahat çıxırsınız. Əla. Evimizin dizaynına söz yoxdur, maşallah olsun. Göz qabağındadır. Aboylarından tutmuş, yerin kafilinə kimi, kermogranitə kimi əla seçilib. Və burada bir yataq otağımız yerləşir, onu sizə təqdim eləyək. Gördüyünüz kimi belə səliqəli ağ qapıları var. Gözəl dizayn olunub. Evin arxasında təqdim eləyək, zəhmət olmasa Xeybər bəy. Dediyim kimi, qaz, su, işıq, daimi, isitmə sistemi, kombi və kafil gördüyünüz yerlərin hamısı istipoldur. Yəni, mətbəxi, dəhlizi və bura bizim hamam tualetimiz istipoldur. Orada duş kabinin yeri də qoyulub, rahat duş kabin və bütün aksesuarları quraşdırılıb. Və ikinci yataq otağımızı sizə təqdim eləmək istəyirəm, əziz müştərilərimiz. Burada bizim ikinci yataq otağımız yerləşir. Evimiz 2 yataq otağı, bir qonaq otağı, hamam, tualet, kuxnadan ibarətdir. Son olaraq sizə bu möhtəşəm evin nəyini, zalını göstərmək istəyirəm. Daxil olduq, gözəl işıqlanması, 2 dənə qoşa pəncərələri, işıq görən pəncərələrdir, radiator da burada quraşdırılıb, jalüz qapının pultları da buradadır. Hər bir şey qaydasında Azərqazla gördüyünüz kimi layihə ilə çəkilib. Tam sənədlidir. Ekranda gördüyünüz kimi evin də, torpağın da sənədləri qaydasında evimizin qiyməti hal-hazırda 95.500 manata enib. Qiymətə bax, 98.000, əvvəl neçə idi? 105. Sonra düşdü 98-ə. Təcili ev sahibi zəng elədi ki, pula ehtiyacım var. Real müştəri gəlsin, endirim edəcəm inşallah. 95.500 manat cüzi endirim bundan sonra oluna bilər. Əlaqə nömrəm səhifənin başlığında var. Elə indi vaxt itirmədən zəng elə, bu evə sən sahib ol inşallah. Gözəl insan, özünə yaxşı bax. Hələlik.